75 illik yubileyinə yığışmışıq. Hamınızı salamlayıram, xoş gəlmişsiniz. Bu vaxtı, öz də həftənin birinci günü ayırıb gəlmək ilə də asan məsələ deyil. Təşəkkür edirəm hər birinizə. Valeh müəllimlə bağlı tədbirlər bilirsiniz ki, davam edir. İlk öncə onun anadan olduğu doğma Gürcüstanda, Tiflis şəhərində Qafqaz Hüquq İnteqrasiya Mərkəzi onun 75 illik yubileyi ilə bağlı tədbir etdi. Çox yüksək səviyyədə tədbir alındı. İndi də biz qərara gəldik ki, Soydaş İctimai Birliyi olaraq Bakı şəhərində də Valeh müəllimin tədbiri keçirilsin. Bu tədbirin də bu günə seçilməsi təsadüfi deyil, rəmzi məna daşıyır. Bilirsiniz ki, may ayında əlamətlər günlərin sayı çoxdur. 10 mayda Ulu Öndər Heydər Əliyev anadan olub, 26 may Gürcüstanın müstəqillik günüdür, 28 may bizim ölkəmizin müstəqillik günüdür. Yəni, bu əlamətlər günlərin içərisində Valeh müəllimin yubileyini keçirməyə qərara gəldik. Valeh müəllim bilirsiniz ki, Gürcüstan elmi, ədəbi, ictimai mühitində özünə məxsus yer qazanmış ziyalılarımızdandır. Onun əsərləri nəinki Gürcüstanda, eləcə də Türk dünyasında, xüsusilə də Azərbaycanda geniş yayılıb. Eyni zamanda onun ictimai fəaliyyəti də vardır. Çünki elmi fəaliyyəti ilə bağlı bizim burada görkəmli elm xadimləri iştirak edir, onlar daha geniş yəqin danışacaq. İctimai fəaliyyəti də bilirsiniz, ilk dəfə 2001-ci ildə Dünya Azərbaycanlarının qurultayı keçirildi. Valeh müəllim qurultay nümayəndəsi olaraq çox geniş çıxış eləmişdi, həm də Əlaqələndirmə Şurasının üzvü idi. Mən vaxtınızı çox almadan istəyirəm ki, o videomuz var, ona bir 3-4 dəqiqə baxaq, sonra çıxışlara başlayarıq. Diqqətinizə görə təşəkkür edirəm. Möhtərəm Cənab Prezident, dəyərli qurultay iştirakçıları, əziz soydaşlar. Gürcüstanın yarım milyonluq Azərbaycanlı əhalisi adından Dünya Azərbaycanlılarının birinci qurultayını salamlayır, qurultay iştirakçılarına qarşıda duran məqsəd və vəzifələrin reallaşdırılması istiqamətində uğurlar diləyirəm. Bütün dünya Azərbaycanlılarını bir araya gətirəcək, Azərbaycanımızın bugün və gələcəyi naminə onların sarsılmaz birliyinə səbəb olacaq dünya Azərbaycanlılarının birinci qurultayının Bakı şəhərində keçirilməsi hər şeydən öncə Azərbaycan Prezidenti Heydər Əliyev cənablarının yorulmadan və qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasətin bəhrəsi və bariz təcəssümü kimi dəyərləndirilməlidir. Müstəqil Azərbaycanın çoxsaylı Azərbaycanlı diasporu ilə sıx və olduqca vacib əlaqələrinin yaranması tarixi zərurətdən meydana gələn tali yüklü məsələlərdən biridir. Azərbaycanın problemləri hər bir Azərbaycanlının problemləri olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi uğur və imkanlar hər bir Azərbaycanlının əldə etdiyi uğur və imkanlar olmalıdır. Odur ki, Dünya Azərbaycanlılarının birinci qurultayı, soydaşlarımızın gələcəkdə mütəşəkkil bir qüvvəyə çevrilməsi işində başlanğıc mərhələ kimi böyük əhəmiyyət daşıyır. Gürcüstan Azərbaycanlılarının toplum halında yaşadıkları Borcalı, Qarayazı, Baş keçid, Qaraçıq və digər bölgələr Azərbaycanın mövcud sərhədlərindən kənarda olsa da, Azərbaycan etnik mədəni sisteminin önəmli bir tərkib hissəsi kimi özünün dil-ləhcə özəllikləri, zəngin xalq ədəbiyyatı, təkrarsız aşıq sənəti və ana dilli təhsil ocaqları ilə milli mənəvi dəyər və sərvətlərimizi ləyaqətlə qoruyub yaşanan və inkişaf etdirən bölgələrdir. Biz həmişə Gürcüstanın dövlət maraq və mənafelerini müdafiə etməklə, öz vətəndaşlıq borcumuzu ödəməklə yanaşı, varlığımızda, ruhumuzda yaşayan mənəvi vətənimizi, Azərbaycanımızı heç zaman unutmamış, özümüzü ayrı təsəvvür etməmişik. Yaxın keçmişdə
millətçi qüvvələr tərəfindən süni şəkildə yaradılan təzyiq və çətinliklərə mətanət və sinə gələn Gürcüstan Azərbaycanlıları o ağır illərin sınağından şərəflə çıxa bildi. Uzun illər yurttaşlarımıza rahatlıq verməyən bu gərginliyə 5 il öncə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi tarixi səfəri Gürcüstan Azərbaycanlılarının həyatında əsaslı bir dönüş yarattı. Yaxşı yadımdadır. Cənab Prezident Tbilisi şəhərində soydaşları ilə görüşdə belə bir ifadə işlətmişdir. Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi Azərbaycan üçün də əziz olmuşdur, bugün də əzizdir. Mənim dostum Şevarnadze bugün çıxış edərək dedi ki, Gürcüstanda yaşayan Azərbaycanlılara o diaspor demək istəmir. Tamamilə düzgün deyil, heç diaspor demək olmaz. Çünki bu kənardan gəlmiş Azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış Azərbaycanlılardır. Heydər Əliza oğlunun bu müdrik kəlamları ağır illərdə xeyli köç vermiş yurttaşlarını doğma torbağa daha möhkəm bağladı. Azərbaycanın müxtəlif nümayəndə heyətlərinin Gürcüstana səfərləri, ölkələrimizin prezidentlərinin sərəncamları ilə Gürcüstanda yaşayan Azərbaycanlıların və Azərbaycanda yaşayan Gürcülərin məsələləri üzrə Azərbaycan-Gürcüstan dövlətləri arası birgə komissiyanın yaradılması və bundan sonra görülən ardıcıl işlər öz müsbət nəticəsini verdi. Məhz bu səbəbdən Gürcüstandakı 170-ə qədər Azərbaycan məktəbi, Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsi, Gürcüstan qəzeti, radio verilişləri redaksiyası və bir çox ictimai mədəni təşkilatlar öz mövcudluğunu və ana dilli fəaliyyətlərini qoruyub saxlaya bildi. Diqqətinizə görə işləmədiniz deyəsən. Çox sağ ol. Valih müəllim, əziz dostlar, Valih müəllim heç nə yazmasaydı belə, heç bir işdən məşğul olmasaydı belə, bax, burada elədiyi məruzə ilə o tarixdə qalacaqdı, çıxışla, daha doğrusu. Amma bir məsələ də var ki, o bölgənin həyatına, ictimai münasibətlərə, əxlaqi və mənəvi münasibətlərə nə qədər dərindən bələd olandan sonra bu çıxış eləmək olar. Yəni, belə bir çıxış eləmək hər adamın işi deyil. Elə bil ki, bu çıxışı Valih bütün ömrü boyu qazanmışdı, ömrü boyu ona hazırlaşmışdı. Ona görə də burada dediyi cümlələrin hərəsinin 1-2 ton çəkisi var. Və burada onun sərgilədiyi düşüncələr bütövlükdə bizim bax, bugün Gürcüstanla bağlı, Gürcüstan Azərbaycanlıları ilə bağlı, ümumiyyətlə Azərbaycanın tarixi, coğrafiyası ilə, onun ifadə elədiyi kimi etnik mədəni sistemi ilə bağlı çox ağıllı və müdrik sözlərdir. Valih müəllimi mən çoxdan tanıyırdım. Həmişə də yaxşı dostluğumuz, yoldaşlığımız olub. Onun həm yüksək intellekti, həm təvazökarlığı, yüksək mədəniyyəti. Bax, bunlar imkan vermirdi ki, Valih ilə bircə dəfə tanış olan, görüşən adam sonra ondan kənarda qalsın, ya ondan bir daha görüşməyə, söhbətə can atmasın. Amma çox ağır vaxtlar idi 90-cı illərin əvvəllərində. O zaman Ədəbiyyat qəzetində mən çalışırdım. O zaman da Zaqafqaziya ədəbiyyat qəzetlərinin bir forumu var idi. Deməli, Azərbaycandan ədəbiyyat və incəsənət, Ermənistandan Qrakantet, Gürcüstandan da Literaturi Sakartvelo. Bax, bu 3 qəzet ya Qazaxda, ya Ermənistanda, ya yaxın sərhəd rayonunda, ya da Gürcüstanda görüşürdülər baş redaktorlar. Onda da Nəriman Həsənzadə bizim baş redaktorumuz idi.
Və sonra biraz gərginlik əmələ gəldi. Təbii ki, 90-cı illərin əvvəllərində daha o görüşlər olmadı. Yəni 87-ci ildə deyəsən axırıncı dəfə Qazaxda görüşlər oldu. Sonra daha o görüşlər keçirilmədi. Amma nəysə hərdən bir gedib gəlirdik. Bir dəfə də Nəriman müəllim məni göndərdi ki, gedirsən Literatura Sakatvelov, daha Qrakontertlə münasibətlərimiz artıq təbii şəkildə pozulmuşdu. Gedirsən Elizbar Cavelitse ilə görüşürsən. O zaman o qəzetin baş redaktoru idi. Məşhur türkoloq idi, biz də onu yaxşı tanıyırdıq. Mövlana Cəlaləddin Rumidən, Yunus Əmrədən, Türk ədəbiyyatının mənbələri kitabları var idi. Getdim, mən də tək getdim, düzdür, mən Tiflisi yaxşı tanıyırdım, amma da indi elə belə də getmək olmazdı. Onda mən bizim Telman Quliyev var, o zaman o da Harbeliya adına institutda çalışırdı və Valih müəllim orada yeni hərf edildi. Biz bir yerdə getdik, Literatura Sakatvelovun redaksiyası. Əvvəldən danışılmışdı, orada Elizbar Cavelitse gözləyirdi, öz işçiləri ilə, cavan işçiləri ilə. Təbii ki, o hələ o zaman da ağsaqqal adam idi və biz ondan ancaq belə ehtiramla söhbət edə bilərdik, daha hər şeydən danışa bilməzdik. Amma onun şöbə müdürləri oradaydı. Valih müəllimdən də niyə xahiş eləmişdi? Özünün də getmək həvəsi var idi. Çünki o Azərbaycandan gələn hər bir qonaq üçün, Azərbaycandan gələn Gürcüstanla əlaqədar ola biləcək hər bir söhbət üçün özünü fərdi olaraq imtiyazlı hesab edirdi və məsuliyyət daşıyırdı. Bu da onun şəxsiyyətindən gələn bir məsələ idi və sonra mən əslində Telmanla getmək istəyirdim. Məlum oldu ki, Telman da Gürcü dilini elə mənim qədər bilir. O da nəysə demək dedi ki, Valih müəllimsiz bizim işimizi aşmayacaq. Dedim, nə bilim, əgər gəlmək istəyirsə, nəysə getdik. Sonra məlum oldu ki, Valih müəllimə də ehtiyac olmadı əvvəl. Elizbar Cavelitse çox gözəl türkçə danışırdı. Hətta bir xeyli şeirlər falan da dedi, gördü, heç bunun dediyini biz bilmirik. Nəsə çox gözəl görüş oldu, orada Valih də yaxşı çıxış elədi, söhbət elədi və Elizbar da, Cavelitse də Valihi təriflədi ki, yaxşı tədqiqatçıdır, yaxşı insandır, bizim ali məktəblərimizdir. O da adam tərifləyən deyil, indiyənə qədər də onun xarakteri belə çox dərin bir, təbii ki, ziyalıdır. Və onda sonra dedi ki, mən bilirəm ki, mən yaşlı adamam, mən sizdən yoldaşlıq edə bilmərəm. Mənim bu şöbə müdürlərim var, bunlar daha ünsiyyətçidirlər. Onlarla siz gedin Kalakuri restoranında. Oturun, söhbəti orada davam edir. Ondan sonra məlum oldu ki, artıq Valih müəllim bizə lazımdır, çünki indi artıq Gürcü dilini bilən lazım, çünki o uşaqlar başqa dil bilmirdilər. Biraz İngilvarı, Rusca falan, amma daha çox onların Valih müəllim tərcüməsini elədik və biz təxminən gecə saat 3-ə qədər orada baş verən hadisələr, ədəbiyyatda gedən proseslər, ədəbiyyatın publisistikləşməsi, ədəbiyyatın tarixə marağının artması, ədəbiyyatın demetaforizasiyası, yəni artıq böyük klassik obrazlardan düşünmə imkanlarının itməsi, ədəbiyyatın həddindən artıq sosiallaşması. Baxın, məsələn, bunlar da çox savadlı, bilikli gənclər idilər və xeyli söhbət elədik. Və orada mən gördüm Valihin səviyyəsini. Həm yüksək mədəniyyətini bir nəfərin arxasınca danışmaq, bir adamı tənqid eləmək, belə şey yox idi. Mən bir də onu Arif Acalovda görmüşdüm. Yəni o boyda düşüncə sahibinin mən hələ dilindən bir dəfə
kimsə düz yazmır, kimsə nə bilir, belə eşitməmişim. Hərdən bir laf istənəndə deyirdi ki, filan kəsin ədəbiyyata dəxli yoxdur. Yəni, çox konkretləşdirdi məsələn. Və Valih müəllim doğrudan o zaman Sultan Sabarbeliyani adına o pedaqoji universitet adlanırdı. Onun Azərbaycan şöbəsinin gənc də olsa artıq lideri idi. Yəni orada bizim başqa tədqiqatçılarımız da çalışırdılar. Mədət Çobanov da orada çalışırdı. Telman da oradaydı. Başqa bir sıra tədqiqatçılar da var idi. Valih niyə daha çox tanınırdı? Ona görə ki, həm də şairliyi var idi. Həm də ədəbiyyatşünas idi. Adətən dilçilər çox geniş cəmiyyətdə məşğullaşa bilmirlər. Dilçilərin məşğul olduğu sahə daha dar münasibətləri hat edir. Valih bu baxımdan daha şanslı idi. O zaman ictimai, siyasi proseslərdə o qədər də iştirak eləmir. Yəni, bəlkə də gəncliyindən irəli gəlirdi, bəlkə də düşünürdü ki, mən müəlliməm, ədəbiyyatçıyam, müəllim kimi özünü daha çox təsdiq edirdi, amma sonralar Valih Hacıyev, Valih Hacılar həqiqətən Borçalının simvoluna çevrildi. Həm gürcü dilini yaxşı bilməklə, həm deməli Azərbaycanı dərindən bilməklə, çünki Bakıda oxumuşdu, Rus dillər, Rus dil Azərbaycan dil üzrə mütəxəssis idi. Eyni zamanda Valihin çox yaxşı mütaliəsi var idi. O mütaliəsi ilə bir yerdə Valih elə bil ki, bu xalqın bağrından qopmuşdu. Onun bütün etnoqrafik dəyərlərini, bütün o özünə məxsus və onu xalq edən cəhətlərini sadəcə kitabdan öyrənməmişdi. Onu bütün mahiyyətini, ruhunu bilirdi, yaxşı bilirdi, hiss edirdi. İntonasiyonun danışığında da fikir versəniz, həmin o çox ciddi bir etnoqrafik, belə deyək, intonasiya yapır. Gürcüstan Borçalıların çoxunda oynadı. Yəni, o dil açmağa, məsələn, bizim Tiflisdə böyüyüb ömrü boyu Həsən Həsənov böyük mütəxəssisdir, ciddi alimdir. Albay danışan deyirəm ki, Dünən Sırağa gibi gəlirdi Borçalıdan. Yəni, Azərbaycanca danışırdı, həmin o xüsusiyyət. Valihdə də o intonasiyasında çox böyük səmimiyyət var idi. Düşüncəsində, mədəniyyətində, yəni o elə Valih nə deyirdisə, 100 ölçüb bir biçib deyirdi və Valihə etiraz eləmək mümkün deyil. Mümkün deyil. Özlə bilirdin ki, bu sözü deyirsə, bu fikri yazırsa, bu mülahizəni haradasa demək, istəyirsə ki, bu mülahizə yayılsın, onun üzərində o illərlə düşünür. Və orada nəyəsə etiraz eləmək, nəyəsə müzakirəyə çıxartmaq mümkün deyil. Və bir də Borçalılar, məsələn, biraz bizim Abbas Abdullah rəhmətliyin şəxsində ya başqa Borçalıdan olan bizim çox görkəmli ziyalıların şəxsində onlar biraz çox dirbaş olurlar, döyüşkən olurlar. Ondan sonra hətta yeri gələndə biraz da demək, həqiqətin də fövqünə yüksəlməyi xoşlayırlar. Amma Valih qoruyurdu, özünü qoruyurdu mu bilmirəm, ya o yenə də deyim, o yüksək mədəniyyətinə ilə gəl, Valih tarana getmirdi. Amma sözünü çox dəqiq, çox aydın və çox, belə deyil, məntiqli deyildi. Və onun dediyi sözün arxasında tək özü yox. Onun həmsöhbətləri də dayanmaq istəyirdi. Çünki o dərəcədə inandırırdı. O dərəcədə onun danışığında, xüsusiyyətdə, yazılarında xüsusiyyətdə. 17 kitabı çıxır. Bu çox ciddi bir hadisə. Özü də o illərdə, digər Elal bəylə yazanda, ya başqalarına yazanda, o illərdə elə bil ki, o dövrün ziddiyyətlərini, ağrılarını, Azərbaycanlıların problemlərini, Gürcüstana rəhbər təyin olunan insanların elə bir mühit yaratmasını ki, orada Azərbaycanlılar sıxışdırılsınlar, siz burada qonaqsınız, nə bilim, nə belə, həm daxil Ermənistandan qovulma, Qərb Azərbaycandan analogiyası da var idi. Bu müəyyən qədər şirinlikləndirici bir şeydir. Və belə hallarda Valih ona çox, belə deyib ki,
qeyrətlə dözürdü və səsini uzatmadan öz həqiqətini bütün kəskinliyi ilə deyir. Mənim üçün həmişə çox xoşdur ki, mənim belə bir dostum olub. Yəni, bu gün də o Valehi bu dünyadan getmiş adam kimi xatırlamaq mümkündür. Çox canlı, çox belə deyim ki, yəni bütün o intelligentliyi, elitarlığı, o aristokratik görünüşü, hər şeydən Valeh bizim gözümüzün qabağındadır. Bir də nə yaxşı ki, onun oğlu Fəxri var. Fəxri də eyni ilə. Atası kimi, bax, belə təmkinli, ağır. Kim nə qədər hirslənsin, Fəxrin hirslənmə imkanı yoxdur. Diqqətlə qulaq asacaq, sakitcə sözünü deyəcək. Eşidirsən, eşitmirsən, eşitmir. Yəni, bu mənada Valehi Fəxri davam elətdirir. Özdə yaxşı davam elətdirir. Allah rəhmət eləsin və təbiidir ki, sizin hamınıza da sizin işinizdir, görürsünüz də buna minnətdarlıq bəlkə də lazımdır. Amma Valehi xatırlamaq, tez-tez xatırlamaq çox vacibdir. Çünki onda elə bir ki, bu Valeh üçün bəlkə də o qədər əhmiyyəti yoxdur, amma bizim üçün onun əhmiyyəti var. Biz Valehdən hələ çox öyrənməliyik. Çox sağ olun, var olun. Sağ olun, Sayın müəllim. Bizim tədbirdə Diaspora İşlər Dövlət Komitəsinin nümayəndəsi, Milli Məclisin deputatı Hikmət müəllim Sabit Məmmədov Diaspora Komitəsindən, daha sonra İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Coğrafiya İnstitutunun direktoru Zaur İmran iştirak edir. Əgər Hikmət müəllim çıxış edəcək, əgər siz də istəsəniz, siz də söz verərik bu istiqamətdə. İndi isə söz verilir Profesör Rüstəm Kəmala. Valeh müəllimi bir neçə dəfə görmüşəm, özdə Ədəbiyyat İnstitutunda görmüşəm. Onun məşhur koridorunda, dəhlizində görüşür, söhbət eləmişik. Valeh müəllim, hətta indi baxırsınız da, vizual baxımdan Azərbaycan folklorşünaslıq tarixində bəlkə də yeganə yaraşıqlı kişidir. Yəni, folklorşünaslığın yaraşıqlı olması biraz alınmayan məsələdir. Yəni, o sənətin özü elədir ki, orada yaraşıqlı olmaq çox çətindir. Valeh müəllim son dərəcə yaraşıqlı bir kişiydi və daxilən də yaraşıqlı adam idi. Və çox maraqlı idi ki, bu Azərbaycan türklərinin, yəni bu çox peşəkar, çox böyük folklorşünas olmasına rəğmən o daxilən də çox nəzakətli və kübar adam idi. Bəlkə də Tiflis ədəbi mühiti, mədəni mühiti, sosial mühiti onu inanıram ki, o irsiyyətdən də gələn bir məsələ olmalıdır və o daxilən də kübar bir alim idi. Kübar bir alim idi, danışığında, nitqində, mənim yaddaşımda onun obrazı əbədi olaraq belə qalıbdır. Təbii ki, mən həm də onun, özüm də bir tədqiqatçı kimi, onun da araşdırmalarını oxumuşam və hətta kitabını da mənə hədiyyə veribdir, imzasından evdə durur. Və bu kitab mənim stolüstü kitablarından biridir. Gürcüstan türklərinin folklor ənənəsi təxminən sistemli şəkildə öyrənildi. Valeh müəllimi başqa folklorşünaslıqdan fərqləndirən və üstün cəhdi də nə idi? O yalnız toplamaq işinlə, yəni bu folklorşünaslığın birbaşa işidir. Yəni birbaşa təmaslı olması, canlı folklor daşıyıcısıyla, folklor mətnlə təmaslı olmaq, bunun funksiyasıdır. Bu həm toplayıcıydır və Gürcüstanın qeyri-türklər yaşayan areallarına da, bölgələrinə də gedib oradan mətnlər toplayırdı və o araşdırmalarında da əksini tapıbdır. Yəni onu nəzəri dövrəyə buraxıbdır və üstəgəl Valeh müəllim həm də əlyazmalarla, yəni gürcülərin, indi ermənilərə bəlkə də əlimi çatmır, o Tiflis mühitində idi,
Gürcülərin cünklərini, bəyazlarını, yəni Gürcü əl yazmalarının içində Azərbaycan türklərinin folklor mətnləri yatır və onları girib Gürcü dilində